Kursk əməliyyatında səhv eləmirəmsə 6-7 ay Ukrayna silahlı qüvvələri Rusiyanın ərazisində qaldı, onu çıxarda bilmirdilər onu. Çox böyük səylər nəticəsində axır ki, nəhayət Ukrayna qoşunlarını Kurskdan çıxartmağa müvəffəq oldular. Amma təbii ki, o izini qoydu və artıq Rusiyanın, belə deyək ki, məğlub edilməzlik sindromunu da pozdu. Yəni, ilk dəfə dünya ictimaiyyəti də, Rusiya əhalisi də gördü ki, Ukrayna silahlı qüvvələr Rusiyanın içərisinə girə bilir. Bu, Rusiyanın nüfuzuna ağır bir zərbə oldu. Əvvəlcə bir məğlub edilməzlik, bir təkəbbürü vardı Rusiyada. Bunu qırdı. O bir tərəfdən son dövrlərdə də tez-tez Belqorada Ukrayna silahlı qüvvələrinin hücumlarını, dron zərbələrini biz tez-tez eşidirik. Yəni, bir növ həmişə uzun müddətdir ki, Rusiyanı Ukrayna qoşunları narahat eləyir. İndi ola bilər ki, bu bir psixoloji bir hücumdur Rusiyaya qarşı. Yəni, əgər doğrudan da 10 gün əvvəldən də bu məsələni elan olunubsa, girəcəksə, burada mənim az ehtimal edəcəm ki, doğrudan da Ukrayna qoşunları Belqorada girə bilər, Belqorod şəhərini tuta bilər. Mən bunu az ehtimal edirəm. Bəlkə də bu hücum fərqli istiqamətdə olacaq. Ola bilər, tamamilə doğrudur. Yəni, yayındırıcı bəlkə bir dezinformasiyadır. Amma bütün hallarda bu cür əməliyyatın hətta ehtimal oluna bilməsi artıq çox şeydən xəbər verir ki, artıq Rusiya həmin əzəmətini, özünün qələmə vermək istədiyi qüdrətini artıq itirib. O bir tərəfdən həm də danılmaz faktdır ki, son dövrlərdə, yəni Rusiya uzun müddətdir ki, cəbhədə heç bir ciddi nəticələr əldə eləyə bilməyib. Hətta biz sizlə keçən dəfə də qeyd elədik ki, bütün o beynəlxalq ekspertlərin, analitiklərin qeyd elədiyi xüsusi bir fakt vardır ki, bir il ərzində Rusiya silahlı qüvvələri Ukrayna ərazisinin cəm 1%-ni tuta bilib. Bu özü çox ciddi bir faktdır. Yəni, Rusiya qoşunlarının cəbhədə onların qələmə vermək istədiyi qədər də ciddi bir üstünlüyə malik olmadığını göstərir. Bir neçə gün bundan qabaq idi. Putin hətta yeni bir ballistik raket haqqında çox təmtəraqlı sözlər deyirdi. Bunun artıq arsenalına daxil olub bu raketdə sınaqlardan çıxıb. Amma bütün hallarda yenə də Rusiyanın ciddi bir üstünlüyü, ciddi bir torpaq işğalı hala da yoxdur. Yəni, dediyimiz kimi bunu bir dinamik tarazlıq adlandıra bilərik. Cəbhədə bir dinamik tarazlıq adlandıra bilərik. Yəni, Rusiya ciddi bir üstünlük əldə edə bilmir. Hələ ki, təkəbbüs Rusiyanın tərəfindədir, amma ciddi bir üstünlük əldə edə bilmir. Məhz belə vəziyyətlərdə sülh imzalanır. Yəni, tərəflərin hər biri artıq taqətdən düşmək üzrədir. İndi təbii ki, hücum olunan tərəf Ukraynadır. Ukraynanın ərazisində bu döyüşlər gedir. Əhalisi çox, deməli, əziyyət çəkir. Onun mülki və hərbi obyektlər bombalanıb, dağıdılıb. Torpağının bir xeyli hissəsi, bir 20%-dən çoxu ki, Donbas ora daxil idi. 20%-dən çoxu Ukraynanın əlindən çıxıb. Orada təbii ki, sənaye müəssisələrindən başqa kənd təsərrüfat işləri də görülə bilərdi. Nə qədər bir fayda götürə bilərdi. Bu, iqtisadi qazanclarından Ukrayna məhrum olub. Ukraynaya ciddi, deməli, ziyanlar vurulub. O bir tərəfdən, yəni Avropa dövlətləri də toplaşdılar, bir yerdə müzakirə elərlər və Ukraynaya, deməli, maddi və hərbi yardımı davam etdirəcəklərinə artıq qərar verirlər ki, davam olunacaq. Çox inadkarlıqla Trump'ın və onun komandasının pozuculuq fəaliyyətinə baxmayaraq, ciddi şəkildə Ukraynaya dəstəklərini davam etdirəcəklərinə artıq qərar verdilər. Ona görə də yəni Rusiya heç bir üstünlük, ciddi bir üstünlük əldə edə bilmədiyinə görə mən düşünürəm ki, yaxın aylarda, belə davam edərsə, yaxın aylarda nəhayət ki, Putin öz inadkarlığından əl çəkəcək və özünün istəməsinə görə deyil, məcbur olduğuna görə nəhayət ki, atəşkəs, sülh barədə ciddi danışıqlar gələcək. Mən bunu gözləyirəm. O ki, qaldı
Belqaradı Ukraynanın hücumuna, yəni ola da bilər. Yəni bir yayındırıcı manevrlər üçün burada hücum edib cəbhənin başqa bir istiqamətində ciddi bir hücum nəticəsində ciddi bir nəticə əldə etməyə cəhd eləyə bilər. Amma təbii ki, bu da yəni Rusiyanın da kəşfiyyatı var, yer üstü yəni uçuş aparatlarından Ukrayna qoşunlarının hətta kosmosdan bütün hərəkətlərin bir-birini izləyirlər. O Starlink deyilən proqram vasitəsindən onu Ukraynada kömək eləyirlər. Deyərsən Elon Musk'ın proqramı, ona kömək eləyirlər. Yəni mən düşünürəm ki, hər iki tərəfin bir-birindən gizli saxladığı, ciddi bir qəfil bir həyata keçirməyə nail olduğu hərbi əməliyyatdan danışmaq mümkün deyil. Necə deyirlər, ovucun içi kimi qoşun hissələrinin toplaşması, texnikanın falan gətirilməsi artıq harada? İndi artıq o İkinci Dünya müharibəsinin olduğu kimi deməli deyil də, bütün vasitələr, bütün deməli kosmosdan hətta bir-birini izləyirlər. Uçuş aparatları, dronlar vasitəsilə kəşfiyyat deməli vasitələrlə bir-birinin bütün hərəkətlərini izləyirlər.